Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mən hazırda İstanbulda klinikadayam, öz canımla əlləşirəm. Xəbər verilir ki, bu sözləri açıqlamasında müğənni bəstəkar Cabbar Musayev deyib. Sənətçi Musa ilə arasında yaranan qalmaqalda Musa Musayevin səsləndirdiyi bəzi iddialara cavab verib. Mən hazırda İstanbulda klinikadayam. İnanın ki, öz canımla əlləşirəm. Bakıya qayıdan kimi bu məsələlərə ətraflı cavab verəcəyəm. Cabbar Musayev, Musa Musayevin o Zeynəb xanlarla kimi sənətkarı mahnısını verməyib, iddialarına da cavab verib. Bu iddialar tamamilə yalandır. Mən Zeynəb xanıma mahnı vermişəm. O da oxuyub. Düzdür, o çoxdan olub. Mən indi xatırlamıram hansı mahnı idi. Sözləri də Nüsrət Kəsəməliyə məxsus idi. Bunu o zaman Zeynəb xanımın ansamblında olan musiqilər də təsdiqləyər. Birlikdə Azərbaycan televiziyasının Bənövşəyə alınan studiyasına getdik və orada mahnını yazdırdıq.